Hər bir kitab ön sözlə başlayır. Zirvələri fəth edənlərin ön sözü onların uğur hekayələridir. Olimpiya hərəkatında keçdiyimiz əsrə bərabər yol, Zəfər kitabının vərəqlənən hər bir səhvəsi şanlı tarix, böyük qələbələrimizin möhrüdür. Bu bizim missiyamızdır. Azərbaycan dünya idman orbitində parlayan öncül ölkələrdəndir. Bir çox dövlətlərin uzun illər boyu qət etdiyi yolu Azərbaycan qısa zaman kəsiyində keçdi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməyindən sonra idmanımız öz şərəfli missiyasına qədəm qoydu. Bu missiya Azərbaycan idmanının tanıtım brendinə çevrildi. Bugün sizə təqdim etdiyimiz missiya verilişi həmin şərəfli tarixin şanlı səhifələrindən bəhs eləyəcək. İlk qonağımız isə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadədir. Çingiz bənim, salam, necəsiz? Sağ olun, yaxşı olasınız. Həmişə yaxşı olun. Əsrə bərabər olan bir tarix və bu tarixi şərəflə yazan Milli Olimpiya Komitəsi. Çox maraqlıdır. Heç olubmu ki, dərin fikrə gedib və yaxud da ki, dərin nəfəs alıb, düşünmüsünüzmü ki, hardan başladıq, hara qədər gəlib çıxdıq? Çox sağ olun bu suala görə. Əlbəttə düşünmüşəm, həmişə də düşünürəm. Bu məlumdur, yəni biz başlayanda 1997-ci ildə proses cənab İlham Əliyevin Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başladı. Bəli. Və o gündən bugünə çox böyük yol keçmişik Olimpiya Komitəsi olaraq və bu yoldan indiki bugündən dünənki günə baxanda biz görürük ki, həqiqətən bir əsrə bərabər bir yol keçmişik. O zaman nə bir infrastruktur var idi, nə bir təşkilatçılıq var idi. Azərbaycanda idman tam tənəzzülə uğramışdı və bizim nədən başlayacağımız məlum idi. Artıq məlum idi, çünki nəyisə düzəltmək istiqamətində işləmirdik. Çünki yox idi. Yenidən başlamaq üzərində işləyirdik və çox şadam ki, biz bugünə gəlib çatmışıq və bu həqiqətən keçdiyimiz yol çox şərəfli bir yol idi. Özünüz qeyd etdiyiniz kimi, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra idmanımız öz intibah dövrünü yaşadı. İstəyirəm lap əvvələ, elə o illərə qayıdıb, o illərin əziyyətini, o çətinlikləri bir dəyərləndirək, ad qoyaq onlara. Bəlkə də ən çətin, ən kritik, ən mümkünsüz, amma ərsəyə gətirdiyiniz maraqlı tədbirləri, hansısa birini xatırlayaq. Bilirsiniz, o zaman Milli Olimpiya Komitəsi yeni heyətdə fəaliyyətə başlayanda cənab prezident bizim qarşımızda Olimpiya Komitəsinin prezidentini nəzərdə tuturam. Əsas 3 məqsəd qoyuldu. Birincisi, Azərbaycanı beynəlxalq aləmdə tanımırdılar. İdman aləmində heç tanımırdılar. Və birinci qoyulan vəzifə Azərbaycanı beynəlxalq idman strukturlarında tanıtmaq, beynəlxalq idman strukturları ilə əlaqələr yaratmaq və bu istiqamətdə mümkün olan hər bir tədbiri həyata keçirmək. İkinci istiqamət, bilirsiniz ki, o zaman Azərbaycanda olan tanınmış idmançıların, məşqçilərin bir çoxu Azərbaycanı tərk etmişdilər. Xaricə getmişdilər və qoyulan əsas məqsədlərdən biri bizim idmançıları, bizim məşqçiləri, bizim idman mütəxəssislərini geri ölkəyə qaytarmaq. Bu ikinci əsas məsələ idi və üçüncü əsas məsələ də idmançıların maddi vəziyyətini, sosial vəziyyətini yaxşılaşdırmaq. Çünki idmanla məşğul olmaq istəmirdilər. İdman heç bir
dividend belə deyək vermirdi idmançılara və onlar başqa-başqa işlərlə məşğul olurdular. İdmançılar dağılışmışdılar. Kim ticarətlə məşğul olurdu, kim başqa işlərdən, bəziləri hətta belə kriminal səviyyəli işlərlə məşğul olmağa başlayırdılar və bunları qaytarmaq üçün ilk növbədə bunların sosial vəziyyətini yaxşılaşdırmaq lazım idi və eyni zamanda idmanın infrastrukturunu deməli möhkəmlətmək lazımdır. Sizin o dediyiniz bir epizodu mən deyərdim ki, hələ o zaman 98-ci ildə biz müraciət elədik ki, Azərbaycanda hər hansı beynəlxalq yarış keçirək, B kateqoriyalı üzrə bir yarış keçirək və beynəlxalq idman strukturları bizi bu yarışları vermirdilər. Dedilər ki, siz bu yarışları keçirə bilməzsiniz. Və ilk dəfə böyük çətinliklə biz boks üzrə yeniyetmələr arasında bir yarışı Bakıda keçirilməsinə nail ola bildik. Səbəb nə idi? Səbəb Azərbaycanda idman infrastrukturunun zəif olması, Azərbaycanda idman yarışları, beynəlxalq səviyyəli idman yarışları keçirilməsinin təcrübəsi olmaması və ümumiyyətlə inanmırdılar. İnanmırdılar. Siz təsəvvür edin, 98-ci ildə bizə kiçik, belə deyim də, 5 səviyyəli bir turnirin keçirilməsinə icazə verməyənlər 2015-ci ildə artıq Azərbaycanda Avropa oyunlarını keçirdilər. Yəni, bu kiçik bir müqayisə çox qısa müddətdə Azərbaycanın hardan hara gəlməyini nümayiş etdirir. Çingiz bəy, beynəlxalq aləmdə Azərbaycan fenomeni, Azərbaycan nümunəsi kimi məfhumlar dolaşır. Bu anlayışın ərsəyə gəlməyinə münasibətinizi istəyərdik, bilək. Hardan qaynaqlanır? Bu hardan qaynaqlanır, mən sizə deyim. Sidney Olimpiya oyunlarında 2000-ci ildə Azərbaycan ilk dəfə 3 medal qazandı. 2 qızıl və 1 bürünc medal qazandı və Olimpiyadanın bağlanış mərasimində o vaxtki Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Samarancın çıxışında Azərbaycan xüsusilə qeyd olundu ki, yəni bu vaxta kimi qızıl qazanmayan bir ölkə müstəqilliyi qazanandan sonra belə böyük bir nəticə əldə etdi. Və eyni zamanda Azərbaycanda beynəlxalq yarışların keçirilməsi məsələsi mən bayaq dediyim kimi ortaya qoyuldu və Azərbaycan bir sıra beynəlxalq yarışlar keçirildi. Və beynəlxalq idman strukturlarında belə bir fikir formalaşmağa başladı ki, istənilən yarışı Azərbaycan təşkil edə bilər və yüksək səviyyədə keçirilə bilər. Və hətta mən sizə deyim ki, bir neçə dəfə belə hallar olub ki, yəni təcili şəkildə problemlər meydana çıxıb, hansısa ölkə hansısa tədbiri keçirə bilmir, həyata keçirə bilmir və tədbir pozulmaq üzrədir və Beynəlxalq Olimpiya Komitəsi istər olsun, Avropa Olimpiya Komitəsi və yaxud Beynəlxalq Federasiyalar məhz Azərbaycana müraciət edirlər ki, siz bunu həyata keçirə bilərsiniz. Sizin buna imkanınız var. Və buna görə də Azərbaycanda bir çox idman növləri üzrə dünya çempionatları, Avropa çempionatları çox rahat şəkildə təşkil olunub, keçirilib. Çingiz müəllim, uğurlar təkcə qazanılan medallarla, keçirilən mötəbər yarışlarla düşünürəm ki, ölçülmür. Yəni burada həm hədəfimiz sağlam gənclik, sağlam gələcək formalaşdırmaqdır və bunun təzahürü olaraq 44 günlük müharibəni göstərə bilərik ki, həmin qələbənin, ümumi qələbənin ərsəyə gəlməyində idmançılarımızın da əməyi az olmadı. Bilirsiniz, mən bunu dəfələrlə demişəm, indi də təkrar etmək istəyirəm. İdmançılarımızın ən böyük xidməti Azərbaycan xalqında qələbə hissi yaratmaqdır. Qələbəyə inam yaratmaqdır. Artıq Azərbaycan xalqı öz oğullarının istənilən səviyyədə, istənilən yerdə qələbə qazana biləcəyinə inanırdılar. Və bu da Azərbaycan xalqında böyük bir ruh yüksəkliyi yaradırdı. Yəni, idman qələbələrindən biz müharibə qələbələrinə keçirik. Və bu bir əsas cəhətlərdən biri idi. Eyni zamanda idmançılar da biz bilirik ki, bir çox idmançılarımız bu müharibədə iştirak etdilər. Şəhid olan idmançılarımız var, qazi olan idmançılarımız var. Mən sizə deyim, bu Milli Olimpiya Komitəsinin aparatının içində, çox böyük olmayan aparatın içində bizim 2 işçimiz hətta
müharibədə iştirak edib, medallarla təltif olunub və müharibədən sonra yenidən qayıdıb bugün də Milli Olimpiya Komitəsində çalışırlar. Nə gözəl. Çingiz bəy, dünya idmanında söz sahibi olmağımızın əsas səbəblərindən biri də birinci Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi oldu. Çox maraqlıdır. Bax, xarici insanlarla beynəlxalq görüşlərdə olursunuz. Onların fikirləri, bu qələbə ilə bağlı yanaşmaları, şərhləri necə oldu? Mən biraz əvvələ gedim. Bilirsiniz ki, 2015-ci ilə kimi Avropada Avropa oyunları keçirilməmişdi. Bütün dünyada, yəni qitələrdə, istər Asiya qitəsində Asiya oyunları, istər Amerika qitəsində Pan-Amerika oyunları, istər Afrikada Afrika oyunları keçirilirdi. Avropa hesab edirdi ki, belə oyunların keçirilməsi lazım deyil. Çünki Olimpiya oyunları özü Avropada yaranıb və Avropanın oyunlarıdır. Lakin zaman onu göstərdi ki, bu 3-cü dünya inkişaf edəndən sonra Asiyadakı ölkələrin də idmanı inkişaf etdi, Afrikada inkişaf etdi, Cənubi Amerikada inkişaf etdi və artıq Avropa hegemonluqdan çıxdı dünya idmanında. Və qərara gəlindi ki, Avropa oyunları keçirilsin. Və Avropa Olimpiya Komitəsində belə bir məsələ müzakirəyə qoyuldu ki, ya 15-ci ildə, ya da növbəti siklda, yəni 19-cu ildə bu oyunlar keçirilsin. Və bir çox ölkələrin rəyinə görə onlar dedilər ki, gəlin 19-da keçirək, çünki 15-ci ildə keçirməyə vaxtımız çatmaz. Biz bunu bacarmarıq. Və bu 2012-ci ildə oldu bu söhbət. Və 2012-ci ildə Azərbaycan öz namizədliyini irəli sürərək dedi ki, biz bunu keçirdə bilərik. Və Romada keçirilən konqresdə bir qərarla, yəni bir bəndlə qərara alındı ki, bu oyunlar 15-ci ildə keçirilsin və Bakıda keçirilsin. Və səs vermədə böyük əksəriyyətlə Azərbaycan Bakı qalib gəldi. Yəni bu oyunların keçirilməsinin özü belə onu göstərirdi ki, Avropa bu oyunlara hazır deyildi və bu oyunların məsuliyyətinin altına girə bilmirdi ölkələri. Biz isə bunu öz üzərimizə götürdük və bu oyunları çox yüksək səviyyədə keçirdik və indi mən sizin sualınıza cavab verirəm. Bütün Avropa şok vəziyyətində idi. Azərbaycanın bu oyunları hansı səviyyədə keçirilməsi nəinki Avropanın bütün dünyanı şoka salmışdır və bugünə kimi də bu oyunlar müzakirə olunur. Baxmayaraq ki, bu oyunlardan sonra artıq ikinci oyunlar keçirilib, üçüncü oyunlar keçirilib, bu yaxında dördüncü oyunlar keçiriləcək. Yenə də etalon kimi, əsas məqsəd kimi birinci oyunlar götürülür və bu oyunlar mən inanıram ki, təkrar olunmaz bir oyunlar olacaq. Heç bir ölkə bu oyunların bu səviyyədə keçirilməsini təmin edə bilməyəcək. Hətta Parisdə keçirilən son Olimpiya oyunları ilə bizdə keçirilən Olimpiya oyunlarını çox müqayisə edən insanlar oldu. Yəni idmandan anlayışı olan, eyni zamanda həm dünya, həm yerli əhalinin. Əlbəttə ki, Avropa oyunları ilə Olimpiya oyunlarını belə qlobal şəkildə müqayisə etmək olmaz. Tutalım ki, Olimpiya kəndi idmançıların yaşadıkları şərait baxımından, bir çox baxımlardan, yəni Azərbaycanda keçirilən oyunlar, Avropa oyunları bir örnək oldu bütün dünyaya. Çingiz bəy, 1988-ci ildə keçirilən qış Olimpiya oyunlarından istəyərdim biraz danışaq, o illərə qaydaq. Bilirsiniz, o oyunlar ilk oyunlar idi. Azərbaycan ilk dəfə qış oyunlarında iştirak. Bilirsiniz ki, Azərbaycan qış ölkəsi deyil, yəni. Qış idmanı Azərbaycanda çox zəif inkişaf edib. Buna baxmayaraq biz çalışırdıq ki, bu oyunlarda, yəni qış Olimpiya oyunlarında da iştirak edək və ondan sonra bütün Olimpiya oyunlarında biz iştirak etmişik. Bir idmançı ilə, iki idmançı ilə, bəzən üç idmançı ilə iştirak etmişik. Bizim üçün bu oyunlarda iştirak ən vacib məsələ idi. Yəni bilirsiniz ki, Olimpiya oyunlarında bizi qələbə deyil, iştirakdır və biz bununla Azərbaycanın da təkcə yay idman növlərində, qış idman növlərində inkişafına ümid bəsləndiyini göstərirdik.
və mən əminəm ki, bir neçə müddətdən sonra artıq bizdə müəyyən bazalarda yaranıb, əvvəl bizdə yox idi. Bizdə nə xizək sürmə bazaları var idi, nə başqa dış idman növləri ilə məşğul olmaq üçün imkanlar var idi, nə konki sürmək üçün imkanlar var idi, fiqurlu konki sürmək ümumiyyətlə yox idi. Hal-hazırda bütün bu şəraitlər yaradılır və mən ümid edirəm ki, gələcək qış oyunlarında Azərbaycan artıq samballı bir nümayəndə heyəti ilə iştirak edəcəkdir. Pekində, Pekin Olimpiya oyunlarında çox maraqlı bir hadisə baş verdi və mən bunun biraz ətraflı danışım. Bilirsiniz ki, Olimpiya oyunlarında ölkə başçıları oyunlara gələndə, yarışa gələndə, yəni bunlar üçün ayrı bir yer olmur. Bunlar gəlirlər, VIP deyilən bir sahə olur. Orada Olimpiya komitələrinin rəhbərləri, orada beynəlxalq federasiyaların nümayəndələri və ölkə başçıları da eyni zamanda həmin o yerdə olurlar. Əyləşirlər. Və biz bilirdik ki, deməli, güləş üzrə yarışda cənab prezident gələcək, ailəsi ilə gələcək və biz yer tuturduq. Biz o protokolla danışırdıq, bir yer ayırırdıq və bir 7-8 yeri biz ayırmışdıq ki, cənab prezident gələndə orada əyləşsin. Bu 3-cü sırada idi belə. Sonra birdən Sarkisyan öz dəstəsi ilə gəldi və protokol bunlara deməli, bizim prezidentin arxasında daha hündür yerdə yer ayırdı və biz o zaman çox çalışdıq, o yeri dəyişdik, protokolu elə dəyişdik ki, deməli, bizim cənab prezident deməli, onlar oturduğu sıradan sonraki sıraya otursun və gəldilər, əyləşdilər. Yarış başladı, o zaman Rövşən Bayramov erməni güləşçi ilə yarım final idi, səhv etmirəmsə. Güləşir, o da çox güclü erməni Amayan, səhv etmirəmsə idi. Və güləşdə bu yarış zamanı Rövşən Bayramov qələbə qazanır və Ermənistanın prezidenti məcbur olur, ayağa qalxır, arxaya dönür, özündən onsuz da boyca daha hündür olan bir sırada yuxarıda əyləşən İlham Əliyeva əlini belə aşağıdan yuxarı uzatmalı olur və bizim prezidentdən yenə də alicənablıq nümayiş etdirərək onun əlini sıxır. Onlar otururlar, bir 2 dəqiqədən sonra belə suyu süzülmüş şəkildə məkanı tərk edirlər. Bu çox maraqlı bir aspekt idi. Yəni, bugün bizim üçün bu biraz sadə gələr, görünə də bilər, amma 2008-ci ildə yəni, olan gərginlik zamanı bu çox böyük əlamətlər bir hadisə idi. Çox maraqlı, həm də bu hadisənin canlı şahidi olmuş bir insandan eşitmək qürur vericidir. Çox qürur vericidir. Geriyə dönüb baxanda ən çətin, ən qəliz, inanmadığınız, amma qələbəni əldə etdiyimiz hansı oyunun adını çəkə bilərsiniz? Mən sizə indi rəqəmləri deyim. Biz ilk dəfə iştirak etdiyimiz Atlantada cəmi 1 medal qazandıq. İkinci Olimpiya oyunlarında Sidneydə 3 medal qazandıq. Bəli. Ondan sonraki Olimpiya oyunlarında biz 5 medal qazandıq Afinada. Ondan sonraki Olimpiya oyunlarında 7 medal qazandıq. Düzdür, orada 1 medalı sonra mübahisələr oldu. Yəni biz Rio Olimpiya oyunlarına kimi deməli belə artım ilə gedirdi və Rio Olimpiya oyunlarında artıq Azərbaycan 18 medal qazanmışdı. Bəli. Və biz artıq özümüzə inamlı idik ki və biz bilirdik ki, hər Olimpiya oyunlarında biz müəyyən nəticə əldə edə biləcəyik. Yəni, inanmadığımız nəticə olmayıb, şəxsən mənim üçün. Məsələn, mən Pekin Olimpiyadasında Elnur Məmmədliyə inanırdım və bilirdim ki, o medal qazanacaq. Və yaxud London Olimpiyadasında Toğrul Əsgərova inanırdım. Çoxları inanmırdılar, amma
mütəxəssislər inanırdılar ki, o qızıl medal qazana biləcək. Yəni artıq bizdə bu bizim idmançılara münasibətdə yəni o inam yaranmışdı və biz inanırdıq. Biz hər bir olimpiyadaya artıq təkcə iştirak üçün deyil, həm də qələbə üçün gedirdik. Eyni zamanda Azərbaycan Atletika Federasiyasının prezidenti olmusunuz və orada böyük əmək sərf etmişsiniz. O illərə qayıtsaq, o əməyə qayıtsaq, nələrə toxunarıq? Çox maraqlı sualdır. Mən təxminən 26 il bu federasiyanın prezidenti olmuşam, 96-cı ildən başlayaraq. Bilirsiniz ki, atletika idmanı ümumiyyətlə idmanın kraliçası adlanır və bu idman növü bütün başqa idmanların əsasında dayanır. Çünki ümumi fiziki hazırlıq atletika ilə bağlıdır. Və buna görə də atletika idmanının inkişafı bizim üçün çox vacib idi. Amma təəssüf ki, Sovet dönəmində Azərbaycanda atletika ilə məşğul olanların əksəriyyəti başqa xalqların nümayəndələri idi, ruslar idi və s. Bunun da səbəbi aydındır. Nəyə görədir? Atletika ilə məşğul olmaq biraz darıxdırıcıdır. Yəni orada oyun yoxdur. Futbol maraqlıdır, basketbol maraqlıdır, voleybol maraqlıdır. Çünki orada oyun var. Və uşaqları bu maraqlandırır. Amma hər gün gəlib eyni məşqləri etmək, qaçmaq və yaxud tullanmaq bu bir qədər maraqsız gəlir uşaqlara və ilk növbədə atletika ilə məşğul olanlar sonra başqa idmanlara dağılırdılar. Məsələn, bizim məşhur voleybolçu qızlarımız Parxomenko bacıları öncə atletika ilə məşğul olmalar, sonra başqa idmana keçiblər. Voleybola keçiblər. Məsələn, Rəfiqə Şabanova bizim olimpiya çempionumuz ilk idmana atletikadan başlayıb, sonra handbola keçib. Yəni atletika bir növ başqa idman növləri üçün tramplin olub. Yəni atletikada məsələn belə güc idman növləri var. Qılınc, disk atmaq və yaxud çəkic atmaq idman növləri. Bizim atletika ilə uşaqlıqda məşğul olan bu idmançıların bir çoxu sonra ağır atletikaya keçib, ağır atletika ilə məşğul oldular. Və bu baxımdan atletikanın kütləvi şəkildə inkişaf etdirilməsi çox vacib idi. Və biz, mən də bu illər ərzində əsas çalışdığım bu kütləviyi həyata keçirmək idi. Çingiz müəllim, istəyirəm biraz qalustuqsuz söhbətə keçək. İstəyirsiniz qalustuqu çıxardım. Daha səmimi söhbət edək və Buyurun. sizin daxili aləminizə bir səyahət edək. Olar mı? Olar. Bir daha salam. Çingiz müəllim, özünüz daima idmanın içərisində olsanız da, mən düşünürəm ki, eşitdiyimə görə daima idmanla məşğul deyilsiniz. Yəni, fəal məşğul deyilsiniz. Bəli. Düzdür? Hal-hazırda əlbəttə fəal olaraq məşğul olmuram, amma mən professional idmançı olmasam da, yəni, heç vaxt professional şəkildə məşğul olmamışam, amma uşaqlarda, məktəb illərində həmişə idmanla məşğul olmuşam, müxtəlif seksiyalara getmişəm. Yadımda da ilk dəfə 3-cü sinifdə məni boyum hündür olduğuna görə sinifdən gəldilər, aldılar, basketbolla məşğul olmağa başladım. Bizim həyətdə basketbol xalqaları var idi. Sonra məktəbin yığma komandasında handbol oynamışam, futbol oynamışam, bir neçə müddət futbolla seksiyada yəni getmişəm. Yəni belə atletika ilə də məşğul olmuşam, amma həvəskar səviyyədə məşğul olurdum və məktəbi qutarandan sonra əlbəttə ki, universitetə daxil olundan sonra aktiv belə idmanla məşğul olmaq imkanı olmayıb. Olmayıb. Bəs indi hal-hazırda yürüyüş, müasir dildə desək, yürüyüşlərmi və yaxud da ki, çox ağır olmadan hansısa bir idman növünə məşğulsunuzmu? Üzgüçülüklə, yəni həddən imkan olanda məşğul oluram. Yürümək bilirsiniz, indiki həkimlər çox qəribə söyləyirlər. Yəni, əvvəllər deyirlər ki, qaçmaq yaxşıdır, indi deyirlər qaçmaq ziyandır. Bəli. Yürümək 10 kilometr lazımdır, indi deyirlər ki, 10 kilometr yürümək ziyandır. Mən adətən öz, belə deyək, istəyimə uyğun. Əgər yürümək istəyirəmsə, durub yürüyürəm.
üzmək istəyirəmsə gedib üzürəm. Yəni özümü məcbur etmirəm ki, mən bugün mütləq 10 kilometr gəzməliyəm və yaxud bu mütləq 1 kilometr üzməliyəm. Yəni elə bir məcburiyyət qarşısına qoymuram. Bəs sağlam qida necə? Sizin üçün vacibdir? Sağlam qida vacibdir. Nə şəkildə vacibdir? Yəni evdəkilər çalışırlar ki, məni sağlam qida ilə yedizdirsinlər. Amma mən tez-tez xaricə gedirəm və xaricdən qayıdandan sonra ilk növbədə 3-4-5 gün xaricdə olandan sonra, qayıdandan sonra mən bilmirəm, sağlamdır, sağlam deyil, mən kebab yemək istəyirəm. Mən bir epizodu da danışım sizə. Mən bir dəfə bir beynəlxalq konferansdaydım, o idmanla əlaqədar deyildi. Orada bir məruzə edirdilər, Türk xalqlarının qədim tarixindən danışırdılar və orada dedilər ki, Türklər, o Rusça ifadəni işlətdilər o vaxt, Sovet dövründə 80-ci illərdə olan söhbətdir. O bir qırğız çıxışı deyirdi və qışqıra-qışqıra deyirdi ki, "Мы мясоеды", biz ət yeyənik, biz ət yeməsək ölərik. Amma indi deyirlər ki, ət sağlam qida deyil. Yəni bunlar hamısı nisbidir. Nisbidir. Mən hesab edirəm ki, insan ürəyi nə çəkirsə, ürəyim bizə də xətrimdən keçir. Nə keçirsə onu yeməlidir. Çingiz müəllim, bəs hansı idman növünə daha çox azarkeşlik edirsiniz? Nə saatlarla sizi televiziya qarşısında dayandıra bilər? Hansı idman növü? Futbol bu ilk növbədədir ki, hər bir uşaq futbol oynayıb uşaqlıqda və futbolun haqqında təəssüratı var, bilir. Futbol maraqlandırır, hər hansı bir idman növü maraqlandırır. Yəni, mən basketbol oynadığıma görə, həndbol oynadığıma görə də bu idman növlərini bilirəm, bu da maraqlandırır. Yəni, idmanda məni maraqlandıran əsas məsələ rəqabətdir, mübarizədir. Hər hansı bir idmanda normal mübarizə varsa və sən onu özün hiss eləyə bilirsən ki, burada kim güclüdür, kim zəifdir, o idman növü məni daha çox maraqlandırır. Amma tutalım ki, idman növləri var ki, onda hakimlər qiymət qaldırırlar və mən başa düşmürəm, bu niyə görə, bu buna 5 verir, bu buna 6 verir, yəni məncə o. Tutalım figurlu konkidə və yaxud gimnastikanın bəzi növlərdə mən profesional olmadığı görə onu hiss eləyə bilmirəm ki, kim daha yaxşıdır, kim daha pisdir. Ona görə o idman növlərinə yenə də marağım var, amma bir o qədər deyil. Bəs ailə üzvlərinizdən necə, hansı idman növündən fəal olaraq, daimi olaraq, peşəkarcasına məşğul olanlar var? Var, mənim nəvəm hal-hazırda peşəkar olaraq vaterpolla məşğul olur. Artıq neçə illərdir vaterpol oynayır. Çox gözəl vaterpolçudur. Belə deyim də, o hətta o dərəcədə futbolu da böyük azarkeşdir, amma oyunu ilə, vaterpol oyunu ilə futbol yarışı üst-üstə düşəndə o vaterpola üstünlük verir. Çingiz bəy, belə bir kəlmə var, hobbi. Sizin hobbiləriniz var? Var, var. Və mən sizə deyim də, mənim həyatımın müxtəlif periodlarında, müxtəlif anlarında müxtəlif hobbilərim olub. İlk, ən böyük hobbim, əlbəttə ki, o 60-cı, 70-ci illərdə Sovet dövründə ümumiyyətlə Sovet insanlarının çox maraqlandığı bir marka anlayışı var idi, poçt markaları. Yəni, gənclər, uşaqlar, hətta böyüklər də bu markaları yığırdılar, poçt markalarını. Və mənim indiyə kimi böyük bir kolleksiyam var, poçt markaları kolleksiyası. Bu poçt markalarına maraq texnikanın inkişafı ilə, bu telefonların gəlməsi ilə, artıq zərflərlə məktub göndərmirlər və poçt markalarından istifadə etmirlər. Ona görə bu maraq ölüb, amma məndə məsələn bu maraq indiyəcən var. Yəni, indi aktiv şəkildə bununla məşğul olmağa imkan yoxdur, amma böyük bir dövr ərzində mənim hobbim məhz bu marka yığmaq, markalarla məşğul olmaq olub. Mənim üçün, mən profesional idmançı olmadığıma görə idmanın hər bir növü hobbidir. Ona görə əsas hobbilərimdən biri idmandır.
Yəni idman məni maraqlandırır. Əlbəttə, onu hobbi adlandırmaq olarmı, olmazmı? Mütaliə. Mən ömrüm boyu mütaliə ilə məşğul olmuşam, kitablar oxumuşam uşaqlığından başlayaraq. İndi də imkan tapanda mütləq mütaliə edirəm. Və poeziya. Yəni, mən şeiri çox sevirəm. Mənim sevimli şairlərim var, mən dönə-dönə onları oxuyuram. Ad çəkə bilərik. Əlbəttə, mən daha çox klassik şairləri sevirəm. Mənim sevimli şairim Məhəmməd Füzulidir, Hüseyn Caviddir. Müasir şairlərdən əlbəttə ki, dostum Ramiz Rövşəndir, Kemal Abdulladır. Yəni, mən həmişə poeziya ilə məşğul olmuşam. Son, məni çox maraqlandıran bir sual. Atanız elm barəsində Azərbaycanın ziyalı şəxsiyyətlərindən biri olub və siz də elm üzrə Azərbaycana hal-hazırda belə fəaliyyətdəsiz, Azərbaycan gənclərinə gələcəkləri üçün qatqıdasız, belə deyək. Çox maraqlıdır. İdmana olan mənəvi ehtiyacdanmı irəli gəldi hal-hazırda belə idmanın içərisində olmağınız? Həqiqətən, mən idmanla məşğul olmaq, yəni idman sahəsində çalışmaq haqqında düşünmürdüm. Mən uzun müddət Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərmişəm. Orada öz namizədlik dissertasiyamı müdafiə eləmişəm. Sonra Bakı Dövlət Universitetində Filologiya fakültəsində, şərqşünaslıq fakültələrində dərs demişəm uzun müddət. Laboratoriya müdürü olmuşam. Mən ilk dəfə 90-cı ildə o vaxt Azərbaycan dili geniş tətbiq olunmurdu. Dövlət idarələri hamısı rusca çalışırdılar və mən Bakı Dövlət Universitetində tətbiqi Azərbaycan dili laboratoriyası açdım, onun müdürü oldum və dövlət müəssisələrinin Azərbaycan dilinə keçidinə yardım etmək üçün müəyyən işlər görürdüm. Sonra bir müddət mən deməli Füzulinin yubileyi ilə əlaqədar dövlət komissiya yaratmışdı. Bu yubileyin keçirilməsi ilə əlaqədar mən o komissiyanın məsul katibi işlədim. O da mənim Füzuliyə olan marağımdan irəli gəldi. Yəni onu bilirdilər və məni dəvət etdilər. Sonra mən Nazirlər Kabinetində elm sektorunun müdürü işləyirdim. Yəni sırf elmlə məşğul olurdum. Və 93-cü ildə Ulu Öndər Milli Azərbaycan Respublikası prezidenti seçiləndən sonra məni prezident administrasiyasının aparatına dəvət etdilər, humanitar şöbəyə. Yəni mən elm, mədəniyyət məsələləri ilə məşğul olurdum. Eyni zamanda idmanı mənə tapşırdılar. İdmanın kurasiyasını. Və mənim idmanı, yəni marağımı nəzərə alaraq və mən çox fəal bu işlər işləməyə başladım. O zaman federasiyaların yaradılması, idmanda müəyyən işlərin görülməsi, hətta 94-cü ildə Samaranıc Bakıya gələndə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Ulu Öndər məni təhkim elədi onunla işləməyə. Mən onunla gəzirdim eyni zamanda, idman rəhbərləri ilə eyni zamanda. Və elə gəldi ki, 96-cı ildə mən Atletika Federasiyasının hələ prezident aparatında çalışan zaman Atletika Federasiyasının prezidenti oldum. 97-ci ildə seçkilərdə mən Milli Olimpiya Komitəsinin üzvü seçildim və eyni zamanda sonra cənab İlham Əliyev gələndən sonra mənə burada vitse-prezident işləməyə təklif etdilər və artıq mən 3 il idi ki, prezident aparatında idman məsələləri ilə məşğul idim və idmanın kuratoru idim. Buna görə mən çox asanlıqla bu işə başlaya bildim və o zamandan bəri yenə də idmanla məşğul oluram. Çingiz müəllim, çox sağ olun ki, ilk buraxılışımızın qonağı məhz siz oldunuz. Sizin işığınıza yığışdıq. Missiya verilişimizin ümidvaram ki, bundan sonraki buraxılışları sizin xeyir duanız ilə uğurlu alınar. Mən sizin bu verilişə, bu layihəyə uğurlar arzu etmək istəyirəm. CBC Sportun bir neçə dəfə uğurlu layihələri olub.
Və biz Olimpiya Komitəsi kimi bu layihələrdə də iştirak etmişik, birgə layihələrimiz də olub. Mən hesab edirəm ki, bu missiya adlandırdığınız layihə həqiqətən uğurlu olacaq. Çünki sizin də, bizim də öz missiyalarımız var. Bəli. Və biz bu missiyaları yerinə yetirmək üçün gərək bərabər çalışaq. Əgər hər bir insan öz üzərinə düşən missiyanı yerinə yetirirsə, deməli o uğur qazanacaq. Mən ümid edirəm ki, bu missiya şahanə bir veriliş olacaq. Çox sağ olun. Sağ olun. Bu bizim verilişimizin ilk buraxılışı idi. Missiyamız isə davam edir. Hələlik.